Marketlərdə satılan daha keyfiyyətli, daha sağlam, asan hazırlanan və çox dadlı xırt-xırt bir peçeni hazırladım. Qaba əlavə edirəm şəkər tozu, yumurta, vanil, duz töküb çırpıcı ilə qarışdırıram. Əlavə edirəm duru yağ, mən sıxma zeytun yağı tökdüm, adi duru yağ da tökmək olar. Qabartma tozu və un əlavə edib xəmiri hazırladım və bura şokolad qırıntısı töküb yenə xəmiri əlimlə qarışdırıram. Yumuşaq ələ yapışmayan xəmir alınır. Sonra xəmirdən biraz götürüb əlimlə uzunsov forma verib bıçaqla xırda çubuq formasında kəsirəm. Və soba listinə yığıb öncədən isidilmiş 180 dərəcədə 15-20 dəqiqə arası bişirirəm. Bişən peçenyaların hər iki ucunu əritdiyim şokolada batırıb, padnosa yığıb soyuducuda biraz saxladım ki, şokolad bərksin. Ərzaqların miqdarını videonun altında qeyd etmişəm.